Bugün adi günlerden biridir mənim gözəllərim, qızlar, məni izləyənlər. Bugün Quazlar LGBT təşkilatının konsepti oldu. Orada iştirak etdim. Orada 2025-ci ilin yekunlarına dair məlumatlar, söhbətlər və səs vermələr oldu. 2026-cı ildə olacaqlarla bağlı, yeniliklərlə bağlı məlumat verildi. Və burada gözəl tanışlar, gözəl mühit, gözəl dostlar tapdım. Ən təhlükəsiz və ən gözəl yer sayılır bura. İnanıram ki, bir gündə bu yerdən Azərbaycanda olar, bu assosiasiyadan Azərbaycanda olar. Nə yazıq ki, Azərbaycanda LGBT üzvlərinə, translara, geylərə onların haqlarını tapdalanır. Onlara qarşı insanlar şiddət dolu sözlər püskürürlər. Onların azadlığı, onların evliliyi tanınmır Azərbaycanda. Bunlar hamısı real faktlardır. Və mən də bir Azərbaycanı təmsil edərək onların haqlarını, onların işgəncələr olunmasını, onların cinayətlərin örtbasır olunmasına qarşı mübarizə aparıram. Məni bu yolumdan heç kim çəkindirə bilməz. Öpürəm sizləri canı könüldən. İzləmədə qalın. Yenə mübarizəyə davam. Yenə gözəl gün arzu edirəm hamınıza. Sağ olun.